Bazı gençlerin yanlış düşüncelerine biraz fikir aydınlığı getirmek istedim. Her bir evde binanın içinde demek ki muhtelif aileler yaşayır. Ve bu ailelerin de hərəsinin özüne məxsus qayda qanunları var. Yani insanlar farklı olduğu kimi aileler de farklıdır. Bəzən gençler öz evində xırda bir ziddiyyət mi görəndə, ya kasıbçılıq mı görəndə elə bilirlər ki, bunun ata yurdu belə deyək də xarabazardır, bir bayquşxanadır. Ona görə müəyyən yaşa çatanda ailəsini kasıb görən varı axtarır. Güya ailəsini ziddiyyəti görənlər elə bilir ki, başqa evdə çal-çağırdır, mehribançılıqdır, oynamaq, gülməkdir. Bəzən görürsən ki, bu yanlış düşüncədən vaxtı çatanda insan öz yuvasından uçmağa çalışır. Elə hara gəldi bircə uçum, uçur, birdən elə bir yerə qonur ki, bir müddətdən sonra görür ki, vay dədə vay, sən demə elə bunun ata yurdu cənnət imiş. Həmin yerə düşəndən sonra ya həyatı puç olub gedir, ya ailəsi dağılır. Ona görə də biraz həyata ağıllı baxmaq lazımdır, obyektiv baxmaq lazımdır. İnsanlar görkəmcə fərqli olduğu kimi xasiyyətcə də fərqlidirlər. Ondan başqa ailə quran bir ata-ana 2 nəfərdirlər. Onların da fərqli görkəmləri olduğu kimi, fərqli cinslərdən olduğu kimi fərqli düşüncələri var. Ona görə ailələr də müxtəlifdir. Ona görə mənə elə gəlir ki, çoxlarımızın yaşadığımız bir şeydir. Bəzən biz icebergin o bir tərəfini görə bilmirik. Ona görə gənclər mənə elə gəlir ki, biraz yaxşı düşünsə yaxşıdır. Atam rəhmətli bir sözü var. Düşünmədən bir addım atıp o səhvini düzəltmək üçün 100 yol axtarmaqdansa 100 dəfə düşünüb bir dəfə addım atmaq daha yaxşıdır. Ona görə mənə elə gəlir ki, hər bir gənclər dərindən düşünsə daha yaxşıdır. Ailə quranda, yəni yüz ölçüb bir biçməlidirlər, tələsməməlidirlər, bir-birini öyrənməyə çalışmalıdırlar və baxmalıdırlar ki, ailə quracağım adamda hansı müsbət cəhətlər var? Mən onları qoruyub saxlaya biləcəmmi? Və yaxud hansı zəif cəhətlər var? Mən onu yola verə biləcəmmi? Əsas bax düşüncə budur, əsas xoşbəxtlik budur. Yoxsa deyir, türklərin bir sözü var, deyir, hırsla qalxan zərərlə, necə deyərlər idi, yəni əsəblə qalxan zərərlə oturar. Ona görə də mənə elə gəlir ki, bu haqda düşünməyə dəyər. Həmişə tələsmədən yüz ölçüb bir biçmək daha gözəldir. Əgər biri qarşına çıxırsa, onu çox yoldaşlıq elə, öyrənməyə çalış, hansı gözəl cəhətlər var, o sənin xoşuna gəlirsə, onu sən sonacan qoruya biləcəksənmi? Bunu düşünmək lazımdır. Hansı zəif cəhətləri var? Bax, o zəif cəhətlərlə qarşılaşanda sən onu yola verməyə bacaracaqsanmı? Əgər bunlar səndə yoxdursa, yaxşıya dəyər verə bilmirsənsə, zəiflikləri yola verə bilmirsənsə, demək ailə qurmağa dəymir. Özünü ata yurdundan, ata evindən hara gəldi atmağa dəymir. Bəzən bir söhbət eləyəndə hamı elə bilir ki, elə danışdığı bunun özünə aiddir, xeyr. Mən bir jurnalist kimi də həmişə çöllərdə çoxları ilə yoldaşlıq eləyirəm, görürəm, rastımıza çıxır, dərdini deyənlər var. Hamısının sonunda belə bir şey var. Sən demə, elə ən gözəl yer bizim ata evimiz imiş. Ən gözəl cənnət elə bizim ata evimiz imiş. Ona görə də çalışın həmişə addım atmadan yüz ölçün bir biçin. Əsəbin əvvəli axmaqlıq, sonrası da peşmançalıqdır. Allah hamımızı xoşbəxt eləsin. Həyatda bizdən öncə həyat təcrübəsi keçmiş dahilər, atalar da həmişə deyirlər ki, xoşbəxt o adamdır ki, ailə həyatında udmuş olsun.
Necə deyirlər, taylı tayını tapmasa, günü ahva ilə keçər.